21-ci əsr Azərbaycan ədəbiyyatı haqqında yəqin çoxlarınızın xəbəri var. Yəni Mirzə Ələkbər, Sabir Abbaslı, hətta müasir dövr şairlərini və yazıçılarını tanıyanlar var. Lakin maraqlı bir sual var. Bunların içərisində hansı yazıçıların əsərləri söhbət şairdən getmir? Hansı yazıçıların əsərləri daha çox dilə tərcümə edilmişdir? Bunlardan maraqlıdır ki, birinci yerdə olanı Məhəmməd Əsədbəydir, Levnisin Baludur. Belə ki, o Məhəmməd Əsədbəy və yaxud Qurban Səid adı ilə romanlar yazmış və məşhur romanda bilirsiniz ki, Əli Vəlinovdur. Onun əsərləri 70-dən çox dilə tərcümə edilmişdir. Özü isə 5 dildə roman yazırdı. Bir şey də deyim ki, düzdür, onun bəzi əsərlərinin oradan-buradan plagiat olduğu məsələsi də var. Məsələn, Əli Vəlinovun Yusif Vəzir Çəmənzəminlidən götürülərək müxtəlif formada dəyişilməsi iddiası da var. Lakin doğrudan da çox məhsuldar bir romançı idi və əsərləri də çox populyar idi. İkinci yerdə Çingiz Abdullayev durur ki, onun əsərləri 35 dildən çox dilə tərcümə edilmişdir. Maraqlıdır ki, üçüncü yerdə Cəfər Cabbarlı gəlir. Belə ki, onun əsərləri 30-dan çox dilə tərcümə edilmiş və bu barədə rekord vuran əsəri isə Sevil əsəri olmuşdur ki, 70 dilə tərcümə edilmişdir.